məsələsi bugün gündəliyə gələrsə və tətbiq olunarsa, bəs düşünmürsünüzmü ki, valideynlərdə bu şəkildə bir asılılıq mı və yaxud da ki, həm də bir tənbəllik mi yarada bilər? Yəni, insanlar fikirləşəcəklər ki, dövlət mənə uşaq pulu verir, mən artıq işləməyim. Yəni, bunun özü də doğru bir yanaşma deyil. İnsanları bu şəkildə əməyə alışdırmaq lazımdır. İnsanları nələrdənsə asılı vəziyyətə salınması üçün yəni, imkanlar yaradılmamalıdır. Amma dediyim kimi, hal-hazırda günümüzdə digər bir adı altında sosial müavinatlar verilir və bilirsiniz ki, şərtlər də bir o qədər də çətin şərtlər deyil. Tələb olunan odur ki, valideynlər, əgər körpə uşaq varsa ailədə, ananın işləməsi önəmli deyil. 8 yaşına qədər səhv etmirəmsə olan ailələrə bir atanın işləməsi kifayət edir və bu da normaldır. Sizlər istəyirəm və real yanaşmadır. Ona görə ki, atalar... Yetmir. Xahiş edirəm, icazə verin, mən fikrimi tamamlayım. Və bu şəkildə atanın da evdə otursun, ancaq uşaq pulu alsın yanaşması da mənim fikrimə görə və qənaətimcə doğru deyil. Uşaq pulunun verilməməsini hələ bu qədər bəraət qazandırmaq üçün bəzəyən olmamışdır. Hələ bu qədər, belə deyək də, keyfiyyətli açıqlama verən olmamışdır. Hörmətli Günay Ağamalı, hər kəs sizin kimi atası deputat deyil ki, əziyyət çəkməsin. Hər kəsin şəraiti normal şəraitdə deyil. Və deyirsiniz ki, sosial təminatlar verilir kifayət qədər də asan şərtlərlə. Mən yüzlərlə ailə tanıyıram ki, sosial yardım almaq üçün dəridən qabıqdan çıxır. Bilirsiniz də, sosial yardım almaq üçün tələblərdən biri də həm də haradasa işləməsidir vətəndaşın. Mənim üçün bir şey maraqlıdır, hörmətli Günay Ağamalı. Bəlkə siz də biləsiniz. Əgər mən bir yerdə işləyib aylıq məvacib alıramsa, dövlətdən niyə sosial təminat almalıyam ki? Yəni, mənim işləmə qabiliyyətim varsa və işləmə imkanım varsa, mən maaş qazanıram, maaş alıramsa, niyə dövlətdən sosial yardım almamalıyam? Sizcə də elə deyilmi ki, sosial yardım alan şəxs, alacaq olan şəxs işləyə bilməyən, övladlarını, xəstə övladını, azyaşlı övladını qoyub işə gedə bilməyən ailələr üçün nəzərdə tutulmalıdır. Və deyirsiniz ki, uşaq pulu verilsə, valideynlərdə tənbəllik yaranacaq. Valideynlərdə nə tənbəllik yaranacaq ki? Yəni, nə qədər sosial yardım, belə deyək də, uşaq pulu verilir ki, o pula görə də tənbəllik yaransın. Yaxşı, onda bəs niyə deyirsiniz ki, sosial yardım almaq